Salam, mən Məmmədov Azər. Bu videoda 2025-ci il riyaziyyat test toplusundan üslü loqaritmik tənliklər və bərabərsizliklər bölməsindən üslü və loqaritmik tənliklər mövzusuna aid olan tapşırıqların izahını davam etdirirəm. Axırıncı dəfə 212-də qalmışdıq. Axırıncı videoda indi 213-dən davam edək, yazaq. Demək, 35 üstü A bərabərdir 7 üstü A minus B olarsa 49 B bölək 2A-nı deyir, tapın. Demək, 35A-nı biz yaza bilərik də, yəni 5 vuraq, 5 vuraq, 5A, 7A bərabərdir, 7 üstü A, vuraq, 7 üstü mənfi B, belə. İndi bax, 7 üstü A-ları biz ixtisar eləsək, qalar nə? 5 üstü A bərabərdir 1 bölünsün 7 üstü B. Bunu belə də yaza bilərik də. 7 üstü B bərabərdir 1 bölünsün 5 üstü A və yaxud 5 üstü mənfi A. Buradan 49 yazsaq biz 49-u 7 ilə kvadratı kimi yazsam B bölək 2A. Burada 2 vurulur, buna da qüvvətin qüvvətə. Yəni kəsirə 2-lər ixtisar gedəcək, B bölək A qalar. Yəni 7 üstü B bölək A. İndi bax buradan bunu belə yaza bilərik də. 7 üstü B üstü 1 bölək A. Yəni B-ni 1 bölək A-ya vuranda B bölək A eləyir də. 7 üstü B də 5 üstü mənfi demək A-ya bərabərdir. Yəni buradan yazsaq 5 üstü 7 üstü B-nin əvəzinə 5 üstü mənfi A vuraq 1 bölək A. Bunlar A-lar ixtisar gedər, mənfi 1 qalar. Yəni 5 üstü mənfi 1, 5-də 1 eləyir bu da. Buradan 0,10-luq kəsir kimi yazsaq 0,2-yə bərabərdir. Tənliyini həll edin. Bax, 2 üstü 3x. 3x vurulsun 2 üstü 2 kimi yaza bilərik də. Bunlar yəni, üstlər toplanır. Əsaslar eyni olduqda vurublarda. Üstlər toplanır. Üstə gəl 8 üstü x. 8-i də 2-nin kubu kimi yaza bilərəm də. Bərabərdir 320. Bax, bu 4 dənə. Bu 4 vuraq 2 üstü 3 üstü x. Bu isə 1 dənə. 1 vurulsun 2 üstü 3 üstü x. Bərabərdir 320. Bu eləyər 5 dənə. 2 vurulsun 3 üstü x bərabərdir 320. İndi 320-ni 5-ə vursaq 2 üstü 3 üstü x belə 5-ə bölsək 32 5'i 6 dəfə 4, 64. Bunda 2 üstü 6 yazaram. Yəni 3 üstü x bərabərdir 6-ya, x bərabərdir 2-yə. Tənliyini həll etmək lazımdır. Bax, bu loqaritmalı ifadə nəyə bərabərdir? 3 əsasdan loqaritma 10 üstü 6x bərabərdir 2-nin üstü 1, yəni 2. Sonra bu loqaritmalı ifadə loqaritma 10 üstü 6 vuraq x bərabərdir 3-ün kvadratı da 9 eləyər. Sonra bu loqaritmalı ifadə 10 üstü 6 vuraq x bərabərdir 10-un üstü 9. 10 üstü 6-ya bölsəm hər tərəfi yəni x bərabər olacaq. Üstlər çıxılır da 9-dan 6-sını çıxanda 3 eləyir. 10 üstü 3 o da 1000-ə bərabərdir. Tənliyini həll edin. Loqaritma 2 əsasdan loqaritma 10 üstü 6x bərabərdir 1. Belə 3 üstü 1. 3 üstü 1. Yəni 3.
Yəni 3-ün üstü 1-də. Sonra buradan loqaritma altı ifadə, loqaritma 10 üstü 6 vuraq x bərabərdir 2-nin kubu. Bu da 8 eləyər. 10 üstü 6 vuraq x bərabərdir 10-un üstü 8. 10 üstü 6-ya bölsəm hər tərəfi bərabərdir 10-un kvadratına. O da 100-ə bərabərdir. Tənlini həll eləyək. Burada neçə dənə 3 üstü x-dir? 5 dənə. Kəsri çəkdik. 5 vuraq 3 üstü x. Burada 3 dənə 15-dir. Yəni 3 dənə 15 üstü x. 15 x-i də yazaram. 3 üstü x vuraq 5 üstü x kimi. Bərabərdir 375. 3 üstü x-lər ixtisar gedər. Buradan qaldı nə? Yəni 5 üstü x bərabərdir. 5 375-ə vurulacaq sürətə. 3 isə məxrəcə düşəcək. 375-i 3-ə bölsək, 1 dəfə, 2 dəfə, 5 dəfə. 125 vuraq 5. Bu 5 üstü 3 eləyir. Bu da 5 üstü 4 eləyəcək də. Yəni 5 üstü x bərabərdir 5 üstü 4. Onda əsaslar bərabərdirsə üstlərin bərabərliyini yazaq. 4 eləyər x. Tənliyin ən kiçik deyir kökünü tapın. Bunu parçalasaq, yəni vuruq kimi yazsaq, x-in kvadratı vuraq. X üstü loqaritma 2 əsasdan x. Yox, belə eləməyək. Gəlin belə bir iş eləyək. Tənliyin ən kiçik kökünü tapın. Gəlin tənliyin hər iki tərəfini loqaritmləyək. Yəni 2 əsasdan loqaritmləyək. Loqaritma 2 əsasdan x-in üstü 2 üstə gələk. Loqaritma 2 əsasdan x. Bərabərdir loqaritma 2 əsasdan 8-i də 2-nin kubu kimi yazırıq. Buradan bu gələr qarşıya. 2 üstə gəl loqaritma 2 üstə x. Vurulacaq loqaritma 2 əsasdan x-ə. O da bərabərdir. Bu da 3-ə bərabərdir. Loqaritma 2 əsasdan x-ə bir t desək. Yəni 2 üstə gəl t. Vuraq t bərabərdir 3 alarıq. Kvadrata bunu mötərizəyə vursam t kvadrat üstə gəl 2t minus 3 bərabərdir 0 tənliyini, kvadrat tənliyini alarıq. Vuruqlarını arsaq t plus 3 t minus 1 alarıq. Bərabərdir 0. T mənfi 3-ə bərabər olar. T 1-ə bərabər olar. Loqaritma 2 əsasdan x-i bir dəfə mənfi 3 yazsaq, x bərabərdir 2 üstü mənfi 3. Bu da 8-də 1 eləyər. 8-də 1. Loqaritma 2 əsasdan x-ə 1-ə bərabərləsək, x bərabərdir 2 üstü 1, yəni 2 eləyər. Ən kiçik kökünü tapın, 8-də 1 olacaq da. Bunu biraz düzəldək. 8-də 1, yəni 1-i də 8-ə bölsək, 0-dan 125 eləyər, onluq kəsirdən göstərəsi olsaq. Tənliyin ən kiçik kökünü tapın. Loqaritmləsək 2 əsasdan, ya 2 əsasdan loqaritmləyək hər iki tərəf. Loqaritma 2 əsasdan 4-ü 2-nin kvadratı kimi yazıram. Bu gəldi qarşıya. 1 üstə gələk loqaritma 2 əsasdan x. Vuraq loqaritma 2 əsasdan x bərabərdir. 2-nin də gələr qarşıya. Loqaritma 2-dən 2-də 1 eləyir. Oldu 2. Bunu mötərizəyə vuraq. Heç t ilə əvəzləməyək gəlin. Mötərizə vursaq alarıq nə? Loqaritma 2 əsasdan
kvadratı x, yəni bunu buna vursam, sonra 1-ə vursam özü eləyər. 2-ni də sola çıxaq 2 bərabərdir 0 kvadrat tənliyini alarıq. Loqaritma 2 əsasdan x vuruqlarına ayırsaq bunu. Müsbət 2 mənfi 1 olacaq da, yəni yazarıq loqaritma 2 əsasdan x, yəni dəyişən qəbul eləyib də yaza bilərsiniz. Çıxız üstə gələ 2 loqaritma 2 əsasdan x çıxaq 1 bərabərdir 0. 2-ni mənfi 1-ə vursaq, mənfi 2 toplasaq müsbət 1. Yəni bir dəfə loqaritma buradan yazım. Loqaritma 2 əsasdan x mənfi 2-yə bərabər olar. X bərabərdir 2 üstü mənfi 2 4-də 1 eləyər. Onluq kəsirlə göstərsəm 0-dan 100-dən 25. Bir də loqaritma 2 əsasdan x bərabərdir neçəyə? 1-ə də. 1-ə bərabərləsəm, x bərabərdir 2 üstü 1, o da 2 eləyər. Yəni, ən kiçik kökünü deyir, ən kiçik kökü 0-dan 25 eləyəcək. Tənliyin kökləri hasilini tapmaq lazımdır. Bunu 3-ün kvadratı kimi göstərsəm, bax, 9-u yazıram 3-ün kvadratı kimi. 2 də vurulur x minus 2-yə də. Yəni, 9-u 3-ün kvadratı kimi yazdım. 2 də qüvvətin qüvvətədir də, qüvvət qüvvətə vurulur. Çıxılsın, 30 vurulsun, 3 üstü x minus 2 üstə gəl 81 bərabərdir 0. İndi bax, 3 üstü x minus 2-yə bir t desək, t kvadrat çıxaq 30t üstə gəl 81 bərabərdir 0. Qruplarını açsaq, t 27 ilə 3 olar da, yəni t minus 27, t minus 3 bərabərdir 0, t 27-yə bərabərdir, t 3-ə bərabərdir. Şimdi buradan da 3 üstü x minus 2-ni bir dəfə 27-yə bərabərləsək, bu 3-ün kubudur. Onda x minus 2 bərabərdir 3-ə, x bərabərdir 5-ə. Sonra 3 üstü x minus 2-ni 3-ə bərabərləsək, 3 üstü 1-dir də, yəni x minus 2 bərabərdir 1-ə, x bərabərdir 3-ə. Kökləri hasili 3 vuraq 5 bərabərdir 15. Tənliyin kökləri cəmini tapın. Baxaq, 2 dənə kvadratdır. 2 kvadratın cəmi nə zaman 0 olar? 2 müsbət ədədin cəmi 0 o zaman olar ki, bunlar hər biri 0 olsun. Yəni, bax, 4 üstü x minus 18 vuraq 2 üstü x üstə gəl 32 bərabərdir 0. Həmçinin x kubu minus 4 x kvadrat minus x plus 4 bərabərdir 0 olsun. Kökləri demək 0-a bərabər olsun. Bu x-in hansı qiymətində olacaq? 4 üstü x-i, bax, birincini həll eləsək, bunu 2 üstü 2x yazaram. Minus 18 vuraq 2 üstü x üstə gəl 32 bərabərdir 0. Qruplarını ayırsaq, 2 üstü x 32 hasili 32 cəmi 18 olan ədədlər 16 ilə 2-dir. 2 üstü x minus 16 2 üstü x plus 2, minus 2 yəni mənfi 16-nı mənfi 2-yə vuranda 32 eləyər. Toplayanda mənfi 18 eləyər. Bərabərdir 0. Demək 2 üstü x bərabər 16 x bərabərdir 2-nin üstü 4 kimi yazsam x bərabərdir 4-ə. Buradan 2 üstü x bərabər 2, x bərabər 2-nin üstü 1-dir də, yəni 1. Kökləri cəmini 2 kök belə tapdım. Sonra baxaq burada bunu həll eləyək.
x kubu minus 4x kvadratı minus x plus 4 bərabərdir 0. Kökləri cəmini tapaq. Buradan x kvadratını çıxartsam, olacaq nə? Bir dəqiqə. X kvadratını çıxartdım. X çıxaq 4. Buradan da mənfini çıxartsam mötərizə xaricinə x minus 4 olar. Bərabərdir 0. Yəni, hər ikisində x minus 4 var. Çıxardıram mötərizə xaricinə. Olur x kvadrat minus 1. Bərabər 0. Buradan da x minus 4. Bunu da qruplarını ayırsam, x minus 1, x plus 1 bərabərdir 0. Yəni, x-in aldığı qiymətlər x4, x1, x mənfi 1. İndi bunlar eyni zamanda baş verməlidir də. Bax, yəni, bax, mənfi 1, burada 0 olsun, burada 0-dan fərqli qiymət olsun, cəm 0 verməyəcək. Ona görə, yəni, bu mənfi 1 ancaq buranı 0 eləyə bilir. Bax, ikinci mötərizəni 0 eləyə bilir. Amma 4 ilə 1 hər ikisini 0 eləyir. Ona görə bizim köklərimiz 4 ilə 1 olacaq. Yəni, kökləri cəmini soruşur. 4 üstə gəl 1 bərabərdir 0. İndi mənfi 1-i də qatsa ora, onda səhv olmuş olar. Cavab 0 niyə? 5. Daha doğrusu 5-ə bərabər. Təlin kiçik kökünü tapın. Loqaritm 2 əsasdan 10 minus 2 üstü x. Bax, bu nəyə bərabərdir? 10 üstü, bunun da əsası 10-dur da. Bilirik ki, a əsasdan loqaritma a əsasdan b, b-yə bərabərdir. İndi burada, bu da 4 minus x-ə bərabərdir. Loqaritma 2 əsasdan 10 minus 2 üstü x bərabərdir 4 minus x-ə. Buradan 10 minus loqaritma 6 ifadə 10 minus 2 üstü x bərabərdir 2 üstü 4 minus x. Bunları vuruplarını ayırsaq 10 minus 2 üstü x bərabərdir 2 üstü 4 vurulsun 2 üstü mənfi x. Bu da nəyə bərabərdir? 10 minus 2 üstü x bərabərdir, bu 16 eləyər. Bu da 1 bölünsün 2 üstü x eləyir də. 2 üstü x-ə bir t desək, onda qoyarıq burada yerinə 10 çıxaq t bərabərdir 16 bölək t. Hər tərəfini t-yə vursam, demək olacaq 10t çıxaq t kvadrat bərabərdir 16. T kvadrat, bunları sağa keçirsək 16-nın yanına. Onlar t kvadrat minus 10t plus 16 bərabərdir 0. Bu nəyin vuruplarıdır? 8 ilə 2-nin vuruplarıdır. Yəni t minus 8, t minus 2. Hasili 16 eləyər müsbət. Cəmləsək mənfi 10 eləyəcək. T'nin aldığı qiymətlər 8 və 2-dir. Qoyuram yerinə 2 üstü x bərabər 8-i 2-nin kubu kimi yazsam x bərabərdir 3-ə. Sonra 2 üstü x bərabərdir t 2-dir. Bu da 2-nin üstü 1-dir də. X bərabərdir 1-ə. Kiçik kökün tapın. Kiçik kökü 1-dir. Təlin köklərinin hansını tapın. Natural loqaritmanda bilirik ki, əsası y-dir. Y üstü y, onda bu 3 minus x-ə bərabərdir bu ifadə. Loqaritma 3 əsasdan 12 çıx 3 üstü x bərabərdir 3 minus x-ə. Buradan 12 minus 3 üstü x bərabərdir 3 üstü 3 minus x. 12 minus 3 üstü x bərabərdir. Bunu ayırsaq 3-ün kubu vurulsun 3 üstü mənfi x. 3 üstü mənfi x. Yəni bu da 12 çıxaq 3 üstü x bərabərdir 3-ün kubu 27. 3 üstü mənfi x isə 3 üstü x kimi yaza bilərəm. İndi 3 üstü x-ə bir t desək, onlar nə? 12 çıxaq t bərabərdir 27 bölək t. T'yə vururam hər iki tərəfi. Onlar 12t çıxaq t kvadrat bərabərdir 27. Buradan da
demək nəyə bərabərdir? T kvadrat minus 12t sağa keçirdirəm. 27-nin yanına üstə gəl 27 bərabərdir 0. Bu nəyin hasilidir? 27 9-la 3-ün, yəni t minus 9 t minus 3 bərabərdir 0. T'lər onda olar 9 və 3. Demək, bir dəfə 9 verək, yəni 3 üstü x bərabərdir 9-a. 9-u 3-ün kvadratı kimi yazıram, x bərabərdir 2. Bir dəfə də 3 üstü x-i 3-ə bərabər edirəm. O da 1-dir, x bərabərdir 1. Köklərin hasilini tap, 2 vuraq 1 bərabərdir 2. Cavabımız 2 olacaq. Tənliyin kökləri hasilini deyir tapın. X minus 2, 4x minus 6 bərabər 1 tənliyin köklərinin hasili. Bunu necə, hansı məntiqlə işləyə bilərik? Bax, 1-i yaza bilərik də. Yəni, x minus 2, 4x məntiqimizi işə salmaq lazımdır. Yəni, x minus 2-nin üstü 1, neçə? 0 kimi də istənilən ədədin üstü 0 olduqda o 1-ə bərabərdir də. Onda 4x minus 6 bərabərdir 0. 4x bərabərdir 6-ya, x bərabərdir 6 bölü 4. O da 2-yə ixtisarləsəm 2-də 3 və yaxud 1,5. Demək, 1 o. Bir də ki, belə yaza bilərik. Bax, 1 üstü, tutaq ki, 4x minus 6 kimi yazsam, əsasların bərabərliğini yazaram. Və yaxud da ki, bax, x minus 2 1-ə bərabər olsa və yaxud mənfi bir modul, daha doğrusu 1-ə bərabər olsa, demək, 1-in üstü istənilən ədəd 1-ə bərabərdir də, belə götürək. Onda bunu həll eləyək. X minus 2 bir dəfə 1-ə bərabər eləyək. X bərabərdir 3. Bir də x minus 2-ni mənfi 1-ə bərabər eləyək də moduldadır. Bunun üçün mənfi də ola bilir. X bərabərdir 2 çıxaq 1, yəni 1. Aldıq bunu. Sonra vəssalam. 4x minus 6-da 0-a bərabər elədim. Oradan da 1,5 aldım. 3 dənə kökü aldıq. Kökləri hasilini deyir, tapın. Onda tapdıq da. Belə kökləri tapdıq, indi hasilini tapaq. Bu 2-də 3 eləyir. Bir dəqiqə. 2-də 3 vuraq. 3 vuraq 1. Yəni eləyəcək 2-də 9. Bu da eləyər 4,5. Cavabımız 4,5 olacaq. Tənliyin kökləri hasilini tapın. Demək, 1 olması üçün x minus 4 1 olmalıdır və yaxud üstü 0 olmalıdır. 5x minus 1 0 olmalıdır. Yəni, hər ikisini yazaq. Yəni, modul x minus 4 bərabər 1 olmalıdır ki, bu bərabərlik doğru olsun. Buradan bir dəfə x minus 4 bərabər 1, x bərabərdir 5 olar. Bir dəfə də x minus 4-ü mənfi 1-ə bərabərliyək, x bərabərdir 3 olacaq. 5, 3, bu 2 kökünü tapdıq. Bir də, demək, üstü 0 olsa 1-ə bərabər olar da. Yəni, 5x minus 1 bərabər 0. 5x bərabərdir 1-ə, x bərabərdir 1 bölək 5-ə və yaxud 0,2-yə. Bu kökləri hasilini tapın. 5 vuraq 3. 5 vuraq 3. Görək 4 yoxdur da. Yəni 4-dən fərqli qiymət almalıdır da. X onsuz da 0 üstündən olsa 0 olacaq. O da 1-ə bərabər olmayacaq. 5, 3. Bir də 5-də 1 bərabərdir. 5-lər gedər. Cavab olacaq 3. Tənliyi həll etmək lazımdır. X kvadrat yazaq. 2 üstü loqaritma 3 əsasdan
x kvadratı və yaxud belə eləyək. Kvadrat gəlir qarşıya da vurulsun. Demək x-ə, loqaritm içərisindən x-ə. Bu isə 125-i biz 5-in kubu kimi yaza bilərikmi? Sonra 27-ni 3-ün kubu kimi yazsam qarşısına 3/1 kimi çıxacaq. Loqaritma, yəni 3-ün kubu kimi yazdım bunu. 3/1 qarşısına çıxdı. Bir də 125-in kubu, bu 5-in kubudur da. Burada 3 qaldı. 3-də x bərabərdir 400. Nə oldu? Bax, bu 3 ilə 3 getdi. Bu 2-nin kvadratı loqaritma 3x, yəni 4-ün üstü deməkdir də. Bax, bunu ayrıca yazsam, yəni 4 üstü loqaritma 3 əsasdan x vurulsun 5 üstü loqaritma 3 əsasdan x bərabərdir 400-ə. 400-ü də 20-nin kvadratı kimi yazıram. Burada üstləri eyni olduğu üçün bir mötərizədə yaza bilərəm. 3 əsasdan x, loqaritma 3 əsasdan x bərabərdir 20-nin kvadratı. Bu da 20 eləyir də. 4-ü 5-ə vuranda bərabərdir 20-nin kvadratı. Əsasları bərabərdir. Üstlərin bərabərliyini yazsam, bərabərdir 2x bərabərdir 3-ün kvadratı. O da 9-a bərabərdir. Cavab olacaq 9. Tənliyini həll etmək lazımdır. 2-ni gətirək qarşıya, loqaritmin qarşısına. 2 loqaritma 5 əsasdan x. Burada da 8-i yazıram. 2-nin kubu kimi, loqaritma 125-də, yəni 5-in kubu kimi qarşıya 3/1 kimi çıxacaq. Olacaq nə? Loqaritma 5-də x bərabərdir 324. Buradan indi bax 3-ün kvadratı 9 eləyər. Loqaritma 5 əsasdan x. 3-lər getdi. 2 üstü loqaritma 5 əsasdan x bərabərdir 324. 9 bıraq 2, 18 eləyər. Bunu yaza bilərəm. 18 loqaritma 5 əsasdan x. Üstləri eyni olduğu üçün bir-birinə vururam. 324 də 18-in kvadratıdır. Əsasları bərabərdir. Üstlərin bərabərliyini yazaq. Bərabərdir 2, x bərabərdir 5-in kvadratı, o da 25 eləyər. Cavab da 25 olacaq. Beşdə bir tənliyin köklərinin hasilini deyir, tapın. Yaxşı. Bax, bunu belə yazaq. 5də 1 üstü buna dəymirəm. Loqaritma kvadratı x-dir. Çıxaq loqaritma x bərabərdir. 5 üstü bu mənfini çıxarsam mötərizə xaricinə loqaritma x plus 3 olar. Bu 1 bölünsün 5-də, 5də 1 üstü budur. Yəni 5də 1 üstü loqaritma, daha doğrusu loqaritma x üstə gələk 3-ə bərabərdir. Əsasları bərabərdir. Üstlərin bərabərliyini yazsam, loqaritma kvadrat x minus loqaritma x bərabərdir. Loqaritma x plus 3. Bunları sola keçirsəm, loqaritma kvadrat x çıxaq 2 loqaritma x minus 3 bərabərdir 0 kvadrat tənliyini alırıq. Loqaritma x-i bir t desək, onda t kvadrat minus 2t minus 3 bərabər 0. Qruplarını ayırsam, t minus 3, t plus 1 bərabərdir 0. T 3-ə bərabər olar, t mənfi 1-ə bərabər olar. Demək, bir dəfə 3-ə bərabər eləyəcəm t-ni. Demək, loqaritma x-i bir dəfə 3-ə bərabər eləyirəm. X bərabərdir 10-un kubu, yəni x bərabərdir 1000. Bir də loqaritma x-i mənfi 1-ə bərabər eləyəm. X bərabərdir 10 üstü mənfi 1, o da 10-da 1. Tənliyin kökləri hasilini tapmaq lazımdır. Mini vururuq 10-da 1-ə. Sıfırların biri ixtisar gedər. Qalar 100. Cavab olacaq 100. Bu da eyni tipli misaldır. 3də 1 üstü
loqaritma kvadrat x minus 2 loqaritma x bərabərdir 3 üstü mənfini yazsam bu 3də 1 olacaq da, birbaşa yazaq da, bundan yazmışıq. 3də 1 üstü elə bir mənfini çıxartdıq qarşıya, 4 üstə gəl loqaritma x olar. Əsasları eynidir, üstlərin bərabərliyini yazdım. 2 loqaritma x. Bunları da sola keçirsəm, minus loqaritma x minus 4 bərabərdir 0. Loqaritma kvadratı x minus 3 loqaritma x minus 4 bərabərdir 0. Loqaritma x-ə bir t desəm, onda t kvadrat minus 3t minus 4 bərabərdir 0. Bu t minus 4 t plus 1 olar qrupları. Onda t alar 4, t alar mənfi 1. Bir dəfə 4-ə bərabər eləsəm, loqaritma x-i 4-ə bərabər eləsəm, x bərabərdir 10 üstü 6. 10 üstü 4. O da 10.000 eləyər də. 4 dənə 0. Bir dəfə də loqaritma x-i mənfi 1-ə bərabər eləsəm, x bərabərdir 10-da 1-ə. Kökləri hasilini deyir tapın. 10.000-i 10-da 1-ə vursam, 0-ın 1-i ixtisar gedəcək, qalacaq 1000. Tənliyin kökün tam hissəsini deyir tapın. Bu loqaritma ifadə nəyə bərabərdir? X üstə gələ 3 minus kök altında 2. Bunun üstü 2 bərabərdir. Yəni kök altında 2 plus 1-in kvadrat. Bunu açaq, kvadrata yüksəldək açaq. X plus 3 minus kök altında 2 bərabərdir. 2 plus 2 kök altında 2 plus 1. Bu 3 eləyər, 2 ilə 1 cəmi. Həmin bu 3 ilə ixtisar gedir, islah olar. Qalır, bunu da sağa keçsəm, 3 dənə kök altında 2 olacaq. X bərabərdir, 3 kök altında 2. Tam hissəsi, bunun tam hissəsini tapmaq üçün 3-ü salaq kökün içinə 9 kimi girəcək içəridə. Yəni 9 vuraq 2, 18 eləyər. 18 də nəyin arasındadır? Demək, 4-ün kvadratı 16 eləyir. 4 ilə 5 arasındadır da. Yəni tam hissəsi 4 olacaq. Tam hissəsini tam 4 tam neçə düşür də? Kök altında 18. Bu da eyni qaydada plus 4 bərabərdir. Bunun kvadratı kök altında 3 plus 1-in kvadratı. Kvadrata yüksəldək. 3 üstə gələk 2 kök altında 3 üstə gələk 1. 3 ilə 1 4 eləyir. Bunlar islah olur bu 4 ilə. Bu da sağa keçsə 3 dənə kök altında 3 olacaq. Bunun kökün tam hissəsini soruşursa 3-ü gərək kvadratın içinə salaq. 9 eləyir. 9-u 3-ə vursam eləyəcək 27. 27-də 5-in kvadratı 5 ilə 6 arasındadır da. 5 tam neçə düşürsə, yəni tam hissəsi 5-dir. 5 bizim cavabımızdır. Tənliyin köklərin kvadratları hasilini deyir tapın. X kvadrat minus 1, x kvadrat minus 4. Burada minus 1 var. Və bunu elə bir ki, belə yazarıq da. 4 üstü x kvadrat üstə gələk kök altında x kvadrat minus 4. Bunu vurulsun 4 üstü mənfi 1. Olurmu? Belə yaza bilərik də. Və yaxud da 4də 1 kimi yazıram bunu. Vurulsun 4də 1. Yəni bunu 4 üstü mənfi 1 toplanır da üstlər. Çıxılsın. Burada eyni. Üstləri eynidir. Ona görə bu hala gətirirəm. Çıxılsın. 3 vurulsun. 2 üstü x kvadrat plus x kvadrat minus 4 minus 16 bərabərdir 0. Şimdi gəlin bu 2 üstü buna. 2 üstü x kvadrat plus x kvadrat minus 4'ə bir t desək,
Onda bu 2'nin kvadratıdır da. 4'ü elə bir 2'nin kvadratı kimi yazsam, bu olur t kvadrat. Vuraq 4. Yəni 4'də 1 t kvadrat çıxaq 3t minus 16 bərabər 0. 4'ə vuraq hər tərəfi t kvadrat minus 12t minus 48 bərabərdir 0. Hasili 48 olan, cəmi isə 12 mənfi 12 olan ədədlər hansılardır? 16 ilə yox. 16 ilə 3 olur mu? 16 ilə 3-də bəli. Yəni t minus 16 t plus 3 bərabərdir 0. T bərabərdir 16. T bərabərdir mənfi 3. İndi onu qiymətlərini qoyaq burada yerinə yazaq. 2 üstü x kvadrat plus x kvadrat minus 4 bərabərdir 16'nı yazaram. Yəni bu mənfi 3'ə bərabər olmayacaq. Bunu götürməyəcək. Həllimiz 16'dır. Yəni bununla 2 üstü 4 kimi yazsam bu 4'ə bərabərdir. X kvadrat plus x kvadrat minus 4 bərabərdir 4. Şimdi bunu həll eləmək lazım. Kvadratları hasilini, köklərinin kvadratları hasilini tapın. Bunu sağa keçirdək kökü 4'ü sola. X kvadrat minus 4 olacaq da. 4'ü sola keçirdim. Şimdi buna biz əgər buna bir əlavə bir dəyişən qəbul eləsək, bax misal üçün kök altında x kvadrat minus 4'ə bir dənə a desək, bu aldıq belə də x kvadrat minus 4 bərabər 0. Yəni bu a olur, onda bu olur a kvadratda. Yəni a kvadrat üstə gələk a bərabər 0. Bunda vuruplarını açsaq a plus 1 bərabər 0. a 0, a 1, mənfi 1. Demək, bunu mənfiyə bərabər eləyə bilməyəcəyik. Yəni bu həllimiz deyil, 0 halı mümkündür. Yəni x kvadrat minus 4 kök altında bərabər 0. Bu kök altında 0'dırsa, demək bunun içi 0'dır. X bərabərdir 4 kvadratı. Yəni x bərabərdir plus minus 2. Plus minus 2 köklərini aldıq. Kvadratları hasilini deyir, tapın. Köklərini yaxşı. Demək 2'nin kvadratı bir də mənfi 2'nin kvadratı demək istəyir də kvadratları hasili. Bu da 4 vuraq 4 16 eləyər. təminin kökləri hasilini tapın deyir. Bax burada x minus 2 çaşdırmasın sizi. Bu mənfi 2 loqaritm 6 ifadəyə aid deyil. Yəni ayrıcadır. Loqaritm 5 əsasdan x çıxaq 2 ayrıdır. Bunu biz əgər loqaritmləsək hər iki tərəfi 5 əsasdan x üstü loqaritm 5 əsasdan x çıxaq 2. Belə göstərək də onu. Demək, bax bunu mötərizədə yazıraq. Bərabərdir 125 və loqaritma 5 əsasdan 125'i 5'in kubu kimi yazıram. Bu gəlsə qarşıya loqaritma 5 əsasdan x çıxaq 2 vurulsun. Loqaritma 5 əsasdan x buna vuraq. Bərabərdir. Bu da 3'ə. Bunu mötərizəyə vursam, loqaritma 5 əsasdan x'in kvadratı çıxılsın 2 loqaritma 5 əsasdan x minus 3 bərabər 0. Loqaritma 5 əsasdan x'ə t desək, olacaq t kvadrat çıxaq 2t minus 3 bərabərdir 0. Bu olar t minus 3 t plus 1 bərabərdir 0. T alarıq 3, T alarıq mənfi 1. Loqaritma 5 əsasdan x'ə bir dəfə 3 deyək.
Onda x bərabərdir 5-in kubu, bu eləyər 125. Bir də loqaritma 5 əsasdan x-ə mənfi 1 desək, x bərabərdir 5 üstü mənfi 1, yəni 5-də 1. Bunların hasilini soruşur. 125 vuraq 5-də 1, bu da 25-ə bərabərdir. Təhlilin köklərin hasilini tapın. Demək, x üstü, bunu da loqaritmləyək 5 əsasdan. X üstü loqaritma 5 əsasdan x çıxaq 3. Bərabərdir 625 loqaritma 5 əsasdan 625-i 5-in üstü 4 yazarıq. 3 125 eləyirsə 4 625 eləyəcək. Buradan bunu gələr qarşıya, loqaritma 5 əsasdan x çıxaq 3 vurular, loqaritma 5 əsasdan x-ə bərabərdir, bu da 4-ə bərabərdir. Vursaq, loqaritma 5 əsasdan kvadratı x çıxaq 3 loqaritma 5 əsasdan x bərabərdir, ya minus 4 bərabərdir 0. Loqaritma 5 əsasdan x-ə t desək, olacaq t kvadrat çıxaq 3t minus 4 bərabər 0. Bu olar t minus 4, t plus 1 bərabərdir 0. T'nin aldığı kökləri demək 4 və mənfi 1. T'nin aldığı qiymətlər daha doğrusu. Bunu bir dəfə loqaritma 5 əsasdan x bir dəfə 4-ə bərabər eləsə x bərabərdir 5-in üstü 4, yəni 625. Bir dəfə də loqaritma 5 əsasdan x-i mənfi 1-ə bərabərlə x bərabərdir 5-də 1. Kökləri hasilini deyir tapın. 625 vuraq 5-də 1 bərabərdir 125. Cavab da elə 125 olacaq. Təhlilin köklərinin sayını tapmaq lazımdır. Əsaslar eynidir. Üstlərin bərabərliyini yazaq. Üstə gələk 8 bərabərdir 2. Bunun köklərini tapaq. Başqa köklər də var. Onlara da baxarıq. Demək, x kvadrat çıxaq 5x. Üstə gələk 6 bərabərdir 0. Qruplarını ayırsam, x minus 3, x minus 2 bərabər 0, x bərabərdir 3, x bərabərdir 2. Köklərin ikisi bu. Bunlar nə zaman bərabər olar? Demək, x-lər əgər 0 olarsa, eləmi? X 0 olarsa, sonra x-lər 1 olarsa bərabər olar. 1 üstü nə olursa olsun 1 eləyir. 1 üstü nə olursa olsun, yəni 1 eləyəcək. X bərabərdir 1. Mənfi 1 olmayacaq. Çünki bu ola bilər. Mənfi 1 olanda nə qiymət alır? Bir dəqiqə. 1 üstə gələk. 5 6 ilə 14 mənfi 1-in üstü, yəni mənfi 1 də bunun kökün qiymətidir. Belə görsənir. Neçədən qiymətə köklərin sayını tapın. Yəni, bax, mənfi 1 olanda da bərabərlik doğru olur. Aldıq bu qədər qiymət. 3, 2, 0, 1, mənfi 1 bizim həllimizdir. 5 dənə kökü var. Təhlilin kökləri sayını tapmaq lazımdır. Dediyimiz kimi, əvvəl üstlərin bərabərliyini yazaq. 7x plus 16 bərabərdir 4. 4-ü sola gətirsəm, minus 7x plus 12 bərabər 0. Hasili 12 olsun, cəmi 7 olan 4-dən 3-dür. X minus 4, x minus 3 bərabərdir 0. X bərabər 4, x bərabər 3. 2 kökü tapdıq. Sonra x-in yerinə 0 olsa, 0-ın üstü nə olursa olsun 0 eləyir. Bu da 0-ın üstü 4 də 0 eləyir.
Demək, bərabərlik doğru olur. Yəni, bir kökümüz sıfırdır. Sonra 1 olsa, 1-in üstü nə olursa olsun, burada da 1-in üstü nə olursa olsun, yəni 1-ə bərabərdir. O da bərabərlik doğrudur. Mənfi 1-i yoxlayaq. Mənfi 1-i qiymətini qoyaq yerinə. Bax, x kvadrata. Ya buradan mənfi 1-i qoydum yerinə. Tutaq ki, yəni, demək, 1 üstə gəlir 7 eləyər. 8, yəni 7-ni mənfi 1-ə vuranda üstə gəl olacaq da. 8 üstə 16, 24 cüt eləyir. Elə mənfi 1-in üstü cüt ədəd, müsbət 1 eləyir. Burada da mənfi 1-in üstü 4 müsbət eləyəcək. Yəni 1-ə bərabər olacaq da. Bərabərlik doğru olacaq. Yəni x bərabərdir mənfi 1. Yəni burada da 5 köklərinin sayı 5-dir. Tənliyin kökləri cəmini tapın. Bunu 5 üstü x üstə gəl 5 bərabərdir. Bu 1-dir də. Bax, bu üstə gəl 2 deməkdir. Yəni bunu ayıraq da hasil kimi yaza bilərik. 3 üstü x vurulsun loqaritma 9 əsasdan 5. Yəni 9-u da 3-ün kvadratı kimi yazsam, vurulsun 3-ün kvadratı. Yəni üstlər toplanır da bu halda. Olur nə? 5 üstü x üstə gəl 5 bərabərdir. Bax, bu kvadrat qarşıya x bölək 2 kimi gələcək. Yəni 2-də 1 kimi olacaq da. Belə yaza bilərik də. 3 üstü x bölək 2-ni də qaldırarıq 5-in üstünə. Yəni 2 gəldi bura. Bax, 2. Bax, bunu 2-ni buradan pozdum, yazdım bura. Bu da 5-in üstünə qaldırsaq. Loqaritma 3 əsasdan 5 üstü x bölək 2. Vuraq, 3-ün kvadratı 9 eləyər. Bu bizə nəyi verəcək? Əsasları eynidir. Alarıq belə bir ifadədə. 5 üstü x üstə gəl 5 bərabərdir. 5 üstü x bölək 2. 9 vuraq 5 üstü x bölək 2. Yəni, indi biz 5 üstü x bölək 2-yə bir t desək, onda olacaq, bu t kvadrat olar da. Onda t kvadrat üstə gələk 5 bərabərdir 9t. Buradan aldıq t kvadrat minus 9t. Üstə gələk 5 bərabərdir 0. Köklərin cəmini. İndi buradan vuruqlarına görürük ki, ayırmaq bunu çətin olacaq. Diskriminatorlarında yazsaq, irrasional ifadə alınacaq. T1, T2-dən istifadə edək. Bax, T1, T2 cəmi nəyə bərabərdir? Mənfi, yəni müsbət 9-a. T1, T2 cəmi. B-ə görə. T1, T2 isə T1, T2 hasili isə nəyə bərabərdir? 5-ə bərabərdir. Yəni, indi biz burada x1 qoysaq, tutaq ki, 5 üstü x1 bölək 2 bərabərdir T1, yaxud 5 üstü x2 bölək 2, vuraq T2 kimi yazsaq, bərabər T2 kimi yazsaq, bax, bu hasilin yerinə bunları yazsaq, 5 üstü x1 bölək 2 vuraq T2-də, yəni T2-nin də yerinə bunu yazsaq, x2 bölək 2 bərabərdir 5-ə. Bunları, əsasları eynidir. Onda üstləri toplanacaq. Yəni, olacaq nə? 5 üstü x1 üstə gəl x2 bölək 2 bərabərdir 5 üstü 1. Onda bu 1-ə bərabərdir. Onda x1 plus x2 cəmi 2 vuraq 1-ə bərabər olacaq da. Bölək 2 bərabər 1, bu da 2-yə bərabər olacaq. Yəni, tənliyin kökləri cəmi deyir. Kökləri cəmi 2-yə bərabərdir. İndi biz bunu kökləri, yəni vuruqlarla həll edə bilməyəcəkdik onsuz da. Ancaq bunu başqa yolla bu cürə yaza bilərik. Tənliyin köklərinin sayını tapın. Gəlin loqaritmləyək. Hər tərəfi x əsasdan loqaritmləyək. Loqaritmləsək, bax, buranı da loqaritma x əsasdan yazdım bu. Buranı da loqaritma x yazsam, x əsasdan. Onda nə alarıq? Üstəki gələcək qarşıya x kubu plus 5x
loqaritma x əsasdan 3 bərabərdir. Bu gələr qarşıya 6x kvadrat loqaritma x əsasdan 3 vuraq loqaritma x əsasdan x olur. Loqaritma x əsasdan x bu 1-ə bərabərdir. Bunu sola keçirsək və loqaritma x əsasdan 3-ü çıxarsaq mötərizə xaricinə alarıq nə? X kubu plus 5x çıxaq 6x kvadrat olacaqdır. 6x kvadrat bərabərdir 0-a. İndi bu 0 görürük ki, bax bu 0-a bərabər eləyə bilməyəcək. Çünki x neçə olur? Bax, yəni loqaritma x əsasdan 3 bərabər 0-dırsa, onda 3 bərabərdir x üstü 0, bu da 1-ə bərabərdir. 3 1-ə bərabər deyil də. Yəni bu 0-a bərabər olmur. 0-a bərabər olan budur. Buradan da x-i çıxardaram mötərizə xaricinə. Qalar x kvadrat. Buradan minus 6x plus 5 bərabərdir 0. Bunu da vurublarını ayıraq. X demək x minus bunu mənfi 5 və mənfi 1 bərabər 0 olar. Onda köklər neçə olacaq? X bərabər 0, x bərabər 5, x bərabər 1. Bax, indi baxırıq. X bilirik ki, burada 0 ola bilməz. Əsas kimi 0, nə də 1 ola bilməz. Heç fərqli olmalıdır. Yəni, bunlar bizim həllərimiz deyil. Bir dənə həllimiz var. X bərabərdir 5. Yəni, köklərin sayını tapın 1. A-nın neçə natural qiymətində tənliyin kökü var. Bilirik ki, bunu biz görürük ki, k müsbətdir də. Bunu açsaq, k müsbətdir, kvadrat tənlikdir. Kvadrat üçəddidir də. Onun da qrafiki paraboladır. Parabolanın təpə nöqtəsinin koordinatları da neçədir? Müsbət 5 və yəni bunu sıfıra çevirəndə 5 və 4. Yəni, bax, qrafik göstərsək, 5, 4, fərz eləyək ki, 5, x-in 5 qiyməti, 5 buradır, 4 də buradırsa, təpə nöqtəsi buradır, qollar yuxarı olacaq da, çünki x-in əmsalı müsbətdir. Yəni, qollar yuxarı olacaq, bax, belə parabolamız bu şəkildə olacaq. Qollar yuxarı və ən kiçik qiyməti neçə olacaq? 4 olacaq. Tənliyin kökü var. Yəni, və 4-dən böyük qiymət alacaq da, bax, bu ifadə. Demək, 26 minus a kvadratı 4-dən yox, bax, 2 üstü 4-dən yuxarı qiymətlər alacaq. Yəni, 26 minus a kvadratı aldığı ən kiçik qiymət, ya böyükdür yazaq da, böyükdür. Bunun ən kiçik qiyməti 2 üstü 4 olacaq. Buradan da 26 çıxaq a kvadrat böyükdür. Böyükdür, özü bərabərdir. Yəni, təpə nöqtəsində qiyməti alır da burada. 4-də qiymət alır. 16. Onda, demək, a kvadratı, bunları sağa keçirsək, a kvadratı çıxaq 10 kiçikdir, bərabərdir 0. İndi buradan a minus kök altında 10, a plus kök altında 10 kimi yazsan, kiçik bərabərdir 0. Yəni, bunun aldığı qiymətlər, a-nın aldığı qiymətlər mənfi kök altında 10-dur. Bir də müsbət kök altında 10. A-nın aldığı qiymətlər. İndi deyir ki, tənliyin A-nın neçə natural qiymətində? Bu aralıqda neçə natural qiymət? 10 təxminən 3/1-dir də. Elə bir mənfi 3/1-dən 3/1-ə qədər. Bu aralıqda neçə natural qiymət var? 0-dan müsbət olacaq da 1, 2, 3 də. O natural qiymətlər 1, 2, 3-dür. Demək, A-nın neçə natural qiymətində? 3 natural qiymətində.
Tənliyin kökləri sayının tam kökünə nisbətini tapın. Bax, 9x-i biz 3-ün kvadratı kimi yazsaq, yəni 3, bax, bunu yazsaq, 9x-i 3-2x kimi yazaq da, minus, demək, 11 çıxaq x kvadrat vuraq 3-x minus 9x kvadrat minus 18 bərabərdir 0. İndi buradan 3x-ə bir t desək, alarıq belə də t kvadrat minus. Dəyişəni elə bir t qəbul edək. Bax, bunlar elə bir ki, b rolundadır. Bu da c rolundadır. 11 çıxaq x kvadrat 3x. Belə 3x nədir? T. Çıxaq 9x kvadrat plus 18 bərabərdir 0. İndi gəlin belə eləyək də. Biz bunu diskriminantla yazsaq biraz böyük, uzun çəkər. Gəlin T1, T2 cəmi, bax T1, T2 cəmi nəyə bərabərdir? Mənfi buna da, yəni bərabərdir 11 çıxaq x kvadratına. Bəs T1, T2 hasili bərabərdir buna da mənfi 9x kvadrat plus 18. Buradan mənfi 9-u çıxartsaq biz və yaxud belə də, ya 9-u çıxartsaq mötərizə xaricinə 9 vuraq, alarıq elə bir ki 2 çıxaq x kvadrat alarıq da. Burada neçə? Bax, bunu da belə yaza bilərik də. 9 11-i yazaram, 9 üstə gəl 2 kimi, 2 çıxaq x kvadrat. Yəni, görürük ki, T1 9-dur, burada da bax, T1 hasil, T2 isə 2 minus x kvadratdır. İndi biz neyniyək? Bax, bu T1-i 3x-i bir dəfə T, yəni 9 deyək. Yəni, bax, T1-i tapdıq 9, T2 isə 2 minus x kvadratdır. 9 olsa, bunu 3-ün kvadratı kimi yazaram. X bərabərdir 2. Yəni, aldıq ki, kökəsə tam kökünə nisbəti bu. Yəni, bu tam kökdür. Bir dənə də aldıq bu 2 minus x kvadrat. Yəni, 3 üstü x bərabərdir T2-də. T2 2 minus x kvadrat. İndi bunu bizdən bu x-in soruşmur. Burada deyir ki, kökləri sayını. İndi görək, bax, bu tənliyin neçə kökü var. Bunu bu şəkildə olanda bunu qrafik göstərmək lazımdır. Yəni, nə zaman bərabər olur? Tutaq ki, hərəsinə bir funksiya kimi baxsaq, bu üslü funksiyadır. Bu da kvadrat funksiyadır da, kvadratik funksiyadır. Bu paraboladır. Bunun da grafikini bilirik. 2 minus x kvadrat. Bax, qrafik göstərsək, yəni 2-dən keçir, parabolanın qolları aşağıdır, minus daxı k-sı. Demək, qollar aşağıdır, 2-dən keçir, o 3x isə, yəni 1 nöqtəsindən keçir, artan funksiyada, üslü funksiyanın qrafiki. Demək, bunların kəsişdiyi nöqtələr onların həlləridir. Yəni, 2 nöqtədə kəsir də, demək, 2 dənə həlli var. Bax, bunu tutaq ki, x1 adlandırsaq, bunu x2, bu da x3. x3 olar da, yəni, bunlar 2 nöqtədə kəsirsə, demək, 2 həlli var. Demək, 2 həlli bu, 1 həlli də bu, 3 həlli var. Deyir ki, kökləri sayının, yəni, 3 dənə kökü var idi, tam kökü də 2-dir. 2-yə nisbətini soruşur, o da bərabərdir 1,5-ə. K parametrinin hansı qiymətində bərabərlik doğru olar? Fx əgər bu şəkildədirsə, onda fx plus k demək, x-in yerinə, biz x-in yerinə x plus k yazacaq da, 10 üstü olar, yəni 2 vurulsun, x-in yerinə x üstə gələk k olar. Minus 3 şəklində olacaq. Bunu biraz vursaq, açsaq nə alarıq?
10 üstü 2x vurulsun. İstə gələk 10 üstü 2k. Onlar da hasil kimi yazsaq. 2k 10 üstü 2x də belə çıxaq 3 olar. İndi qoyaq bunların qiymətlərini burada yerinə. Bax, x plus k buna bərabər oldu. 10 üstü 2k 10 üstü 2x çıxaq 3 minus 3. Yəni biz minus fx də yox, minus fx minus bu ifadədə bunu burada minus yazacaq. Yəni müsbət idi. Bax, minus bu onda üstəgəl olacaq da. Üstəgələk 3. Burada fx-imiz yenə 10 üstü 2x minus 3-dür. Fx-in qiymətini yazırıq da yerinə. Üstəgəl 3. Bax, 3-lər islah olar. Burada da, burada da. Burada 10 üstü 2x bərabər 99. 10 üstü 2x-i çıxartsam mötərizə xaricinə sürətdə. Demək, qalar 10 üstü 2k minus 1. Burada da 10 üstü 2x qalıb da. 10 üstü 2x'lər getdi. Bərabərdir 99-a. Onda 10 üstü 2k bərabərdir. 99 üstə gəl 1, yəni 100. Bu da 10-un kvadratıdır. Onda 2k bərabərdir 2-yə. K bərabərdir 1-ə. K parametrin hansı qiymətində? K parametrinin 1 qiymətində. A parametrinin hansı qiymətində ifadəsinin qiyməti 45 olar. Loqaritma 4 əsasdan. Onu belə yazarıq da bunları 2 üstü a vurulsun. Və bunu 2 üstü 2a kimi yaza bilərik. 8a-nı 2 üstü 3a kimi yazarıq. Sonra 512-ni demək 2 üstü neçə kimi yaza bilirik? 2 üstü, bax, 2 üstü 6, 64-dür, 7, 128-dir, 8, 256-dır, 9 kimi də 2 üstü 9a kimi. Demək, a-dan 9a-ya qədər ardıcıl gedəcək. Bərabərdir deyə ifadəsinin qiyməti 45 olar. Loqaritma 4-ü biz 2-nin kvadratı kimi yaza bilərik də. Bunlar da üstlər də toplanacaq da. 2 üstü a üstə gəl 2a üstə gəl 3a və ilə axır 9a. Üstə gəl 9a. Bu 4-ü də 2-nin kvadratı kimi yazsam, qarşıya 2-də 1 kimi çıxacaq. Bərabərdir 45-ə. Bərabərdir 45-ə. A-dan 9a-ya qədər. Bu demək, ədədi silsilədir də. Cəmi nəyə bərabərdir? S9 həddidə 1, 2, 3, 9. 9 dənə S9 bərabərdir. A1, yəni A1 A-dır. Üstə gələk AN 9A-dır. Bölək 2, vuraq N. N də 9-dur. Bərabərdir 10-a. 5A vuraq 9, 45A elədir. Yəni biz tapdıq ki, o da qarşıya gələcək. 2 də 45-ə vurulacaq 90. Bu da loqaritma 2-dən 2-də 1 eləyir. Yəni alacaq nə? 45A bölək 2 bərabərdir 45-ə. 45-lər gedər, A bərabərdir 2-yə. Hansı qiymətində? Demək, 2 qiymətində. Hansı qiymətində ifadəsinin qiyməti 11 olar. Bu da ona oxşuyur. Loqaritma A əsasdan üstləri cəmləyərik. 1, üstəgəl 2, üstəgəl 3 və ilə axır 10. Üstəgəl 10. Bərabərdir. İfadəsinin qiyməti 11 olar. 11. A parametrin hansı qiymətində? İndi bu 1-dən 10-a qədər ədədlərin cəmi S10, 10 dənə ədəddir. A1, 1 üstə gələk, axırın ayın 10, bölək 2, vuraq 10 dənə. 5 vuraq 11, 55. Demək, 55 elədir. 3 üstü. Bunu yazaram, 3 üstü 55. A üstü 11 də, A üstü 11.
Bunu, bax, 3 üstü 55'i biz yaza bilərik də, 3 üstü 5 vuraq, 11 kimi yaza bilərəm. Bərabərdir A üstü 11. Demək, A 3 üstü 5-ə bərabərdir. Yəni, 3 üstü 5-dəki 243 eləyər. Uyğunluğu müəyyən edin, 244-də deyir. Bax, 3 üstü x 15-dirsə, variantlara hamısına baxaq, görə hansına aiddir, onları qeyd eləyərik. Demək, x-imiz 15, 3-ün kvadratı 9 eləyir, kubu 16 eləyir. Belə, kubu 27 eləyir. Demək, x neçə ilə kvadrat 2 ilə 3 arasındadır da. 2 ilə 3 arasında 3-cüyə aiddir A variantı. Bunu silək. Sonra B-yə baxaq. 3-ün üstü 1, 3 eləyir. 2, 9 eləyir. Daha doğrusu, yox. Bunu 5 üstü göstərməliyik də. Demək, bu 1-dən də kiçikdir də. 5 üstü 1, 5 eləyir. 0 ilə 1 arasında olacaq da. 0 ilə 1 arasında B variantını yazıram bura. Yəni, bu x-imiz 0-dan böyükdür, 1-dən kiçikdir. Sonra 6 üstü x, 6. Demək, bunu 6 üstü 1 ilə 2 arasında yerləşəcək də x, c. Demək, 1 ilə 2 arasında yerləşəcək. 1-dən böyükdür, 2-dən kiçikdir. O da c variantını da bura yazarıq. 750. Yəni, 7-nin kvadratı kimi yazaram. 49, x 2 ilə 3 arasında yerləşəcək. 2 ilə 3 arasında, demək, D variantında yazdıq bu 3-cüyə. Sonra Y-yə baxaq, 9, 10-da 5. 9, 10, 2 üstü 3, 8 eləyir. 2 üstü 4, 16. Yəni, x 4 ilə 3 arasında yerləşər. Amma o variant yoxdur da burada. Demək, o uyğun gəlməyəcək. 4 dənəsi uyğun gəlir. Uyğunluğu müəyyən eləyək. Demək, tənliyin köklərinə baxacaq, var, yoxdur. Bir də 1 və -1 onların kökləri olduğunu yoxlayacaq. Birinciyə baxıram. 4 üstü x-i biz 2 üstü 2x kimi yazsam bərabərdir. 2 üstü 2x plus 3. Əsasları bərabərdirsə, üstləri də bərabər olmalıdır. Ancaq görürük ki, bərabər deyil. Çünki bunlar islah olsa, 0 bərabər 3 alınır. Bu da, yəni, boş çoxluqdur da, yəni, həlli yoxdur. Kökü yoxdur, deyə bilərik. Bax, 1 də qoysaq yerinə, yenə də kökü yoxdur. -1 də həlli deyil. Yəni, A variantını yazdıq bura. Birinciyə uyğun gəldi. 2-yə baxaq. Kökləri. Və buradan 4 üstü x plus 1. Eləmə. Bu isə 5 üstü 2-ni çıxarsam mötərizə xaricinə x plus 1 olacaq. Buradan nə zaman görürük ki, bu bərabərlik o zaman doğru olar ki, bu x -1 olsun. Yəni, x -1 olanda burada 0 olur, burada 0 olur. Yəni, 4 üstü 0 bərabərdir 5 üstü 0. Həqiqətən 1-1-ə bərabərdir. Yəni, -1 qiyməti, bax, bu E variantı bura uyğun gəlir. Tənlim, yəni, bir kökü olur da, başqa kökü yoxdur. Bax, burada o variant da var. C-ni də yazaq ora. Sonra 3-cüyə baxaq. Buradan, bax, bunu 2 üstü 2 x kvadrat plus 2x kimi yazsaq, bunu da 2 üstü 3 yazsaq, x plus 1, əsasları bərabərdir, üstlərin bərabərliyini yazsaq, 2x kvadrat plus 4x, bunları da sola keçidərəm, çıxaq 3x minus 3 bərabərdir 0, 2x kvadrat plus x minus 3 bərabərdir 0, vuruqlarını ayıraq, 2x ilə x, hasili 2x kvadrat edir, 3 ilə də 1. Yəqin 3 burada olar, 1 burada. Demək, 3 müsbət olmalı, bu isə mənfi olmalı. Yəni, vuruqları oldu 2x minus 3, 2x plus 3, x minus 1 bərabərdir 0. Buradan x-ləri tapa bilərik. Bərabərdir nəyə? Mənfi 3 bölək 2
bir kökü. Digər kökü isə 1-dir. Demək, x1, x2. 2 kökü aldıq. Tənliyin 2 müxtəlif kökü var özdə. B variantında yazıram bura. Bir tənliyin köküdür. İndi yoxlayaq görək bir tənliyin kökümü. 1 qoysaq yerinə 1 üstə gəlir 2, 3 eləyir. 4-ün kubu eləyir. Bərabər. 1 qoysaq 8-in kvadratı. İkisi də 64 eləyir. Demək, həm də D variantı da demək bura aiddir. D-ni də yazdım ora. Tənliyin kökü yoxdur. Kökü irrasional ədəddir. 2 müxtəlif kökü var. -2 tənliyin, -5 tənliyin köküdür. Yaxşı, baxaq. Kökü görək nə kökü var. Bu nəyə bərabərdir? X kvadrat birincidə. Loqaritm 6 ifadə üstə gəlir 7 bərabərdir. 3 üstü 1. 3 yəni. 3-ü sola keçirsəm x kvadrat plus 4x plus 4 bərabər 0. Bu nədir? X plus 2-nin kvadratı düsturudur. Kvadratı 0-dırsa özü də 0-dır. Yəni x bərabərdir -2. -2 tənliyin köküdür. D variantını yazdım bura. İrrasional ədəddir. Tənliyin 2 müxtəlif kökü var. Yox, elə bir dənəsi uyğun gəldi ora deyəsən. 2 müxtəlif kökü var. 2 bərabər kökü yazsaydı, bunu da C-ni də əlavə eləyə bilərdik. Demək, sonra ikinci buradan demək x kvadrat plus 4x minus 2 bərabərdir 3 üstü 1. Yəni 3. Sola keçirsəm x kvadrat plus 4x minus 5 bərabər 0. Bu x plus 5 və x minus 1-in hasilidir. Qruplarını ayırarıq. Yəni x bərabərdir -5, x bərabərdir 1. 2 müxtəlif kök alındı. İlk 2 müxtəlif kökü var. C variantını yazdım bura. Sonra -5 də tənliyin köküdür. E-ni də yazaq onun yanına. Baxdıq, üçüncüyə baxaq. Buradan da bu x kvadrat plus 4x plus 8. 3-ün üstü 1, yəni 3. X kvadrat plus 4x üstə gəl 5 bərabər 0. İndi buradan x üstə gəl 5. Burada diskriminant nədir? Köklər olmayacaqdır. Diskriminant nədir? 16 çıxaq 20, yəni kiçikdir 0-dan. Kökləri yoxdur. Tənliyin kökü yoxdur. A variantını əlavə eləyə bilərik bura. Demək, A variantı da bura əlavə elədik. Kökü irrasionaldır, deyil. Tənlik üçün uyğunluğu müəyyən edək. Demək, K1 olana kökü rasionaldır. Qoyaq yerinə K-nı. Görək nə alınır. 2 üstü x bərabərdir. K1 olanda da birincidə K1-dir. Demək, 4 çıxaq 8 mənfi 4 eləyər. Bu da ki, kökü yoxdur deyə bilərik. Çünki bu ifadə mənfiyə bərabər deyil. C variantım bura yazdıq. Kök 2-dir, kökü 4-dür. Ona uyğun gəlmir. 2. K3-dürsə 2 üstü x bərabərdir. 12 çıxaq 8 4 eləyər. 2-nin kvadratı. O da x bərabərdir 2. Kökü 2-dir. D-ni yazdım bura. İrrasional ədəddir, rasional kökü, yəni 2-dirsə demək rasional ədəddir də. A variantını da yazaram bura. Sonra üçüncü 2 üstü x K5-dirsə, yəni 20 çıxaq 8. Bu da eləyər 12. İndi bu da nə alınacaq? Bax. 2 üstü x loqaritm nəsə 2 əsasdan
loqaritma 2 əsasdan 12. Buradan demək x bərabərdir loqaritma 2 əsasdan 12. Yəni bu da irrasional ədəddə, rasional deyil. Yəni B variantını da əlavə edək bura. Yəni bu nəyə bərabərdir? 2 üstə gələk loqaritma 2 əsasdan 3-ə. Bunu hasil kimi yazsaq 4 vuraq 3 kimi. Yəni, bu da ki, yəni 2 üstü neçədir? 2 üstü 1 tam neçədirsə, yəni o da irrasional ədəddir. (248) uyğunluğu müəyyən edin deyir. Kökü yoxdur. 2 kökü var. Bir də intervallar verib ki, görə ora daxil olan və daxil olmayan. Birinciyə baxaq. Bax, 3 üstü x kvadrat plus 1 bərabərdir 5. Və 5-i biz 3 üstü, gəlin təxmini yuvarlaq aparaq da hesabımızı. Yəni, 3 üstü neçə kimi? Bilirik ki, 3 üstü 1, 3 eləyir, 2, 9 eləyir. Yəni, o aralıqda 1 tam neçədirsə, yəni, tutaq ki, onda 2-dir, yuvarlaq. Yəni, indi əsaslar bərabərsə, üstlərin bərabərliyinə baxaq. Yəni, təxminən 1 onda 2-yə bərabərdirsə, x kvadrat təxminən bərabərdir 0,2-yə. Yəni, buradan görürük ki, x plus minus 0,2. Yəni, 0,2 neçə alır, bilmirəm. Burada söhbət yuvarlaq qiymətdən gedir də, 1 müsbət. Yəni, aldığı qiymət x-in həm müsbət 0-1 arasında 0-dan böyükdür, 1-dən kiçikdir, mənfi 1-dən böyük, həmçinin də mənfi 0,1 də alır axı və 0-dan kiçik. Onda bu oldu nə? 2 dənə demək kökü var. B variantını yazsaq bura. B. Yazdıq ora. Sonra bu aralıq 0-1 aralıq daxma kökü var. E-ni də yazaq ora. B-yi. Həmçinin mənfi 1-0 intervalının daxil olan kökü də var. X kvadratı idi, plus minusdur da, mənfisi də var. Demək, D-ni də bura əlavə edək. 3-ü demək, uyğun gəlir birinciyə. Sonra ikinciyə baxaq. 5 üstü x kvadrat plus 1 bərabərdir. 3-ü 5 üstü təxminən bilirik ki, 1 böyükdür də onun üçün. 0-1 aralığından qiymət verəcək də 0 tam neçəsə, 0,3 misal üçün deyirəm, yəni yuvarlaq. Yəni 0-1 aralığından olacaq qiymət. X kvadrat plus 1 bərabərdir 0,3. X kvadrat bərabərdir 0,3 çıxaq 1. Bu da eləyər neçə? Mənfi 0,7. Bilirik ki, kvadrat mənfiyə bərabər olmur. Demək, boş çoxluqdur da bunun həlli kökü yoxdur deyə bilərik. A variantını buna yazaq. Üçüncü, 7 üstü x plus 2 bərabərdir. 2-ni 7 üstü bu da 0-1 aralığından qiymət verə bilərik də. Buradan x plus 2 bərabərdir 0,1 deyək. 0,1 deyil, təxminən o qədərdir qiymət. X bərabərdir 0,1 çıxaq 2, o da eləyər mənfi 0,9. Yəni, x-in aldığı qiymətlər mənfi 1-dən böyükdür, 0-dan kiçikdir. Yox, daha doğrusu 0,9 eləmir ki, 1,9 eləyir. Yox, səhv dedim. Alır nə? Mənfi 2, mənfi 1 aralığından qiymət. Mənfi 2, mənfi 1 aralığından qiymət alacaq. Mənfi 2, mənfi 1 C variantı da bura olar. Kökü yoxdur. Bu da həminki kimidir. Bax, bunu 3-ü yazsaq biz bilirik ki, 2 üstü x kvadrat plus 1 bərabərdir. Bunu 2 üstü neçə kimi yaza bilərik? Yəni, 1-dən böyük, 2-dən kiçik qiymət alacaq da 1,2 təxminən.
Buna x kvadrat plus 1 bərabərdir 1,2 kimi yazsaq, x kvadrat bərabərdir 0,2. Yəni x plus minus 0,2 kimi qiymət alır. 2 qiyməti var, 2 kökü var. B variantını əlavə elədim bura. Sonra həmçinin müsbət qiymət, yəni bax x alır həm 0,2 olarsa, yəni 0-1 arasından qiymət alır. Bir də mənfi 0,2 olarsa, mənfi 1-0 arasından. 0-1 intervalı var, E variantı, o birisi yoxdur. Demək, 2 kökü var, 0-1 intervalı daxil olan kökü var, bəli. Yaxşı, bu birinci oldu. İkinciyə baxaq. Bunu, yəni 7 üstü x kvadrat plus 1 bərabərdir 5. Yəni bunu da 7 üstü neçə yazarıq? Yazarıq belə. Yəni 7 üstü 1-dən kiçikdir. 7 üstü 1, 7 eləyir. 7 üstü 0, 1 eləyir. Yəni 0-1 aralığından 0 tam misal üçün deyirəm, onda 3. Yəni x kvadrat plus 1 bərabərdir 0,3-ə. Yəni x kvadrat bərabərdir mənfi 0,7-yə. Kvadrat da mənfiyə bərabər olmadığı üçün demək kökü yoxdur. A variantını yazaq bura. Sonra kökü yoxdur da başqa variant yoxdur. Üçüncüyə bunu da yəni 3 üstü x plus 5 yazsam, bunu 2-ni yazaram, 3-ün o da 0-1 aralığından düşəcək də qiymət. 0 tam onda tutaq ki 2. X üstə gələn belə 5 bərabərdir 0,2, x bərabərdir 0,2 çıxaq 5. Bu da mənfi 4 onda 8. Yəni mənfi 4, mənfi 5 arasından qiymət düşəcəkdir. Mənfi 5, mənfi 4 daha doğrusu C variantı da ona uyğun gələcək. B, Y, A, C. Uyğunluğu müəyyən eləyək. X1 və X2 tənliyin kökləridir. Hasili mənfi 3-dür. Baxaq, görək də buradan birinciyə baxaq. Bunu sağa keçirsək, x üstü loqaritma 5 əsasdan x bərabərdir 5 üstü 25. Loqaritm nəsək? X əsasdan. X əsasdan loqaritmləyirəm. Ya 5 əsasdan loqaritmləyək. 5 əsasdan loqaritm nəsək? Bu loqaritma 5 əsasdan x üstü loqaritma 5 əsasdan x bərabərdir. Loqaritma 5 əsasdan 5 üstü 25. Demək, bu gəldi qarşıya, 25 gəldi qarşıya. Olacaq loqaritma kvadratı 5 əsasdan x bərabərdir 25-ə. İndi bu kvadratı bərabərdirsə, bir dəfə loqaritma 5 əsasdan x 5-ə bərabər olar. Bir dəfə də mənfi 5-ə. Yəni x bərabərdir 5 üstü 5. Belə yazaq. Yox, bir dəqiqə. Həm də 5, bir də 5 üstü 5. Bir də x bərabərdir. x1 bərabərdir 5 üstü 5. x2 bərabərdir. Mənfi 5 kimi yazsam, 1 bölünsün 5 üstü 5. Bunların hasili nəyə bərabər olacaq? x1, x2 hasili 5 üstü 5 vuraq, 1 bölünsün 5 üstü 5 1-ə bərabərdir. Yəni C variantını yazdıq bura. Bəs cəmi nə qədər olar? 2-yə və yaxud mənfi 5-ə bərabər deyil.
Yazaq. Demək, ikinciyə keçək. Bir dənə uyğun gəldi. Bunu yazsam kvadratı kimi x kvadrat plus 5x bərabərdir. 3-ün kvadratı kimi yazsam x kvadrat plus 5x bərabərdir 2. X kvadrat plus 5x minus 2 bərabərdir 0. 25 üstə gələk 8, 33. Demək, yox, bunun hasili x1 bıraq x2 hasili mənfi 2-yə bərabərdir. Varmı elə? Var. B variantını yazdıq bura. Cəmi isə x1 plus x2 isə mənfi 5-ə bərabərdir. Mənfi 5 var, bəli. E variantında yazaq ora. Keçək üçüncüyə. X minus 2-ni gətirsək qarşıya, yəni x vuraq, x minus 2 olar. Loqaritma 5-dən 5 1 eləyir, çıxaq. 125-i 5-in kubu kimi yazsam, 3 gələcək qarşıya. Loqaritma 5-dən 5 1 eləyir, bərabərdir 0. X kvadrat çıxaq, 2x minus 3 bərabər 0. Bu neçənin bu üçüncüdür də. Demək, x minus 3, x plus 1 bərabərdir 0, x bərabərdir 3, x bərabərdir mənfi 1. Demək, aldıq. Buna ehtiyac deyildi. x1, x2 hasili demək, mənfi 3-ə bərabərdir. Var elə variant, A variantı. Sonra x1, x2 hasili müsbət 2-yə bərabərdir. O da D variant. AD. Yəni SBY AD. Tənliyin kökləridir. Həmin tipli misaldır. Birdən başlayaq. 4 üstü 16-nı sağa keçirsəm, alarıq x üstü loqaritma 4 əsasdan x bərabərdir 4 üstü 16. Loqaritm nəsəm 4 əsasdan. Loqaritmləyirəm 4 əsasdan x vuraq 4 loqaritma 4 əsasdan x bərabərdir. Loqaritma 4 əsasdan 4 üstü 16. Bu 16-ya bərabərdir. Bu isə kvadratına. Loqaritma 4 əsasdan x bərabərdir. Bunun kvadratı bərabərdir 16-ya. Bir dəfə müsbətinə bərabər eləyərik. Eləyər neçə? 4. 4-ün kvadratı. Bir dəqiqə. Bir dəfə müsbət 4-ə bərabər eləyək. X bərabərdir 4 üstü 4. Yəni 256 x1. Loqaritma 4 əsasdan x-i bir dəfə də mənfi 4-ə bərabərləsəm x bərabərdir 256-da 1. Bunların hasili x1, x2 hasili 1-ə bərabərdir. B variantı. Cəmi burada cəm o qiymətdə, yəni 256 üstə 256-da 1 yoxdur elə biri. Demək, bir dənəsi uyğun gəldi. İkinciyə baxıram. Burada 25-i kvadratı kimi yazsam, 5-in kvadratı kimi. Bu 2-yə bərabərdir. Çıxaq 3x bərabər 2, minus 2 bərabər 0. Onda x minus 2, x minus 1 olar vuruqları. X bərabər 2, x bərabərdir. Əslində, vuruqları tapmaq ehtiyac deyil. Buradan elə viyetə görə tapa bilirik də. Yəni, x1 plus x2 müsbət 3-ə bərabərdir. Var, elə variant var. D variantı. Hasili isə x1 bölü x2 isə mənfi 2-yə bərabərdir. O da E variantı. Üçüncüyə baxaq. Loqaritma x plus 3 gələr qarşıya. X plus 3 vuraq x. Çıxaq. 81-də 3-ün üstü 4 kimi yazsam, bu ifadə 4-ə bərabərdir. Çıxaq 4 bərabərdir 0.
x kvadrat üstə gəl 3x minus 4 bərabər 0. Bu x minus, yox, yenə də mən vuruqlarını ayıram. Vuruqları ayırmaq o qədər öyrəndim ki, vərdiş elədim. Burada əslində vuruqlara ehtiyac yoxdur da. Çünki V7-dən istifadə edib tapa bilirik. x1 vuraq x2 demək hasili -4-ə bərabərdir. Cəmi isə -3-ə bərabər olacaq. Cəmi -3 var, C. -4 olan da var, hasili A variant. Yəni BDY, CA. AC. Birinciyə baxaq. 2 üstü x plus 2-nin kvadratı bərabərdir. Bunu 2-nin kvadratı kimi yazsam 2 üstü 4 olar. Üstlərin bərabərliyini yazaq. Yəni bunu da kvadrata yüksəldə. X kvadrat plus 4x plus 4. Bu 4-ü də sola keçirsəm çıxaq 4 bərabərdir 0. Yəni aldıq nə? X kvadrat plus 4x bərabər 0. Burada kökləri cəmi x1 plus x2 -4-ə bərabərdir. Var burada A variantı. Hasili isə 0-dır. Hasili 0 olan yoxdur. Demək A variantı bir dənəsi uyğun gəldi. 2. Burada 3-ün kvadratı eləyəcək 3-ün üstü 4. Yəni, bunu yazaram 3-ün üstü 4. Onda üstləri bərabər eləyərəm. X üstə gəl 3-ün kvadratı bərabərdir 4-ə. Yəni, x kvadrat plus 6x plus 9 çıxaq 4 bərabər 0. X kvadrat plus 6x üstə gəl 5 bərabər 0. Köklər cəmi x1 plus x2 -6-ya bərabərdir. Var E variantı. E variantı. Sonra hasil bəs x1 vuraq x2 hasil neçədir? Müsbət 5. Yəni D-ni də yazaq bunun yanına. Üçüncüyə baxaq. Burada da bunu yazsam 5-in kvadratı 5 üstü 4 olar. Yəni x üstü gəl 5-in kvadratı bərabərdir 4-ə. Kvadrata yüksəlsəm x kvadrat üstə gələk 10x üstə gəl 25 çıxaq 4 bərabər 0. X kvadrat üstə gəl 10x üstə gəl 21 bərabər 0. x1, x2 hasil cəmi -10-a bərabərdir. Var C variantı. C variantı. x1, x2 hasili 21'ə bərabərdir. O da var. B variantında yazaq bunun yanına. A7, CB. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlar. Loqaritma x bərabərdir. Bax, bu 2-də 1-i qaldır, salsam loqaritma altı ifadənin üstünə. Yəni, loqaritma kök altında A olacaq. A üstü 2-də 1 kök altında A-dır. Bunu 2-ni qaldırsam C üstü 4 olacaq. C üstü 4. Çıxaq loqaritma B. Loqaritma x bərabərdir. Yəni, hasildir. Bu cəm olanda hasil, çıxılanda bölmə olur. Loqaritma kök altında A vuraq C üstü 4 bölək B. Olar. X-i tapın. X ilə bərabərdir ona. Kök altında A vuraq C üstü 4 bölək B-yə bərabərdir. Bu da eyni tipli misaldır. Loqaritma x bərabərdir. Loqaritma kök altında A olacaq. 2-də 1-i A-nın üstünə qaldırsam, bu da bura qaldırsam C üstü 4 olacaq. Burada isə elə loqaritma B olar. Burada yəni yerlərini dəyişdirməklə
dəyişdirməyinə baxmayın. Kök altında A bölək C üstü 4. Demək, vuraq B. B-dir də bu. Vuraq B. Yəni B sürətli olacaq. Bərabərdir. Buradan da x bərabərdir. Kök altında A vuraq B bölək C üstü 4. Və bu kvadratı biz gəlin yazaq belə. Loqaritma 2 əsasında kvadratı mötərizənin üstündə yazarıq bu kvadrat. Yəni x kvadratı deyil bu. Bax, belə yazdım. Bərabərdə 20 vurulsun. Loqaritma 2 əsasdan 4. Bunu yazaq cəm kimi. Hasil deyil, cəm kimi yaza bilirik də. Üstəgəl loqaritma 2 əsasdan x. Minus 56. Bu 2 gələrmi qarşıya? Onda kvadratı olacaq nə? 4 loqaritma 2 əsasdan demək x-in kvadratı. Belə bir ifadə aldıq. Yəni, əslində bu 2 qarşıya gətirə bilərdik. Amma kvadratını nəzərə almaq lazım idi. Bərabərdir. Bu 2 eləyir. 20 vuraq 2. Üstə gələk 20 vuraq loqaritma 2 əsasdan x. Çıxaq 56. Loqaritma 2 əsasdan x-ə t desək, nə alarıq? 4t kvadrat bərabərdir 40, bu da 56. Yəni, sola keçirdirəm 20-ni. 20t, bu 40 çıxaq 56, mənfi 16 eləyir. Sola keçirsəm, müsbət 16 olacaq, bərabərdir 0. 4-ə bölürəm, t kvadrat çıxaq 5t. Üstə gələk 4, bərabərdir 0. Hər tərəfini 4-ə böldüm. Bunun qruplarını açsaq, t minus 4, t minus 1 bərabərdir 0, t bərabər 4, t bərabər 1. Bizdə də loqaritma 2 əsasdan x 4 demişik. X bərabərdir 2 üstü 4, 16. Loqaritma 2 əsasdan x-ə 1 demişik. X bərabərdir 2 üstü 1, o da 2. Köklərin hasilini tapın. 16 vuraq 2 bərabərdir 32. Tənin köklərin cəmini tapın. Demək, bu 2 gələcək qarşıya, ancaq kvadratı olduğu üçün 4 gələcək də. Loqaritma bayaq göstərdim. 2 əsasdan x-in kvadratı kimi bərabərdir 20 vurulsun. Loqaritma 2 əsasdan 4 üstə gələk loqaritma 2 əsasdan x. Çıxaq 64. Buradan alarıq 4 loqaritma 2 əsasdan x-in kvadratı bərabərdir 20. Bu 2 eləyir. 22-yə vuranda 2-yə vuraq. Bir də ki, buna vurarıq da 20 loqaritma 2 əsasdan x. Çıxaq 64. Bunları sola keçirsəm 4 loqaritma 2 əsasdan x-in kvadratı çıxılsın 20 loqaritma 2 əsasdan x. 40 ilə 64 mənfi 24 eləyər. Sola keçirsəm müsbət 24 bərabərdir 0. Loqaritma 2 əsasdan x-ə bir t deyirəm. 4t kvadrat çıxaq 20t plus 24 bərabər 0. Hamısı 4-ə bölünür. 4-ə bölsək t kvadrat çıxaq 5t plus 6 bərabər 0. T minus 6 t plus 1 yox 2 ilə 3 t minus 3 t minus 2 t minus 2 t minus 3 bərabərdir 0. T bərabər 2, t bərabər 3. Demək, bu qiymətlərini yazaq. Loqaritma 2 əsasdan x bərabərdir. Bir dəfə 2-yə bərabərləsəm 2-nin kvadratı 4 eləyər. Loqaritma 2 əsasdan x-i bir dəfə də 3-ə bərabərləsəm x bərabərdir 2 üstü 3, o da eləyər 8.
4 hissəkdən köklərin cəmini tapın. 4 üstə yerə 8 bərabərdir 12. Tənliyin həllinin olması üçün A parametrini ala biləcək tam qiymətlərin cəmini tapın. Demək, 2 üstü x bilirik aldığı qiymətlər, yəni sıfırdan böyük qiymət. Sıfır almır, amma sıfırdan böyük qiymətlər alır da. Birdən keçir. Yəni 2 üstü x sıfırdan böyükdür. Həmçində demək, sağ tərəf sıfırdan da böyük olmalıdır ki, həll olsun da. Bunun aldığı minimum qiymət sıfıra yaxın qiymətdir. Yəni, belə eləyəcək. 7a minus a kvadrat minus 10 sıfırdan böyük olmalı. Bərabər yox, böyük olmalı. Onda həlləri olacaq. Demək ki, a kvadrat, bunu mənfi 1'ə vursam hər tərəfi, a kvadrat çıxaq 7a plus 10 kiçikdir 0, işarənin istiqamət dəyişər. Bunu qruplarını ayırsan, a minus 5, a minus 2 kiçikdir 0, a bərabər 5, a bərabər 2 alarıq. Bərabər yox, bərabərsizlikdə axı 2-5 aralığı olacaq da. Bizim demək 2 ilə 5-i qeyd eləsək, qiymətləri versək, demək, bunlar mənfi bura düşər, bunlar müsbət olacaq. 6 versək, ikisi də müsbət. Demək, 1-0 versək, ikisi də mənfi, hasili müsbət eləyir. Demək, 2-5 aralığı həllər çoxluğudur. A-nın aldığı qiymətlərdir. Tam bu aralığa daxil olan tam ədədlərin cəmin deyir, tapın. 2 ilə 5-ə daxil olan 3-dür, bir də 4-dür də, bərabərdir, 7. Yəni, həll olması üçün bura ala biləcək tam qiymətlərin cəmini tapın. Demək, sağ tərəf sıfırdan böyük olmalı. Minus a kvadrat minus 28 böyük 0 bərabərsizliyini həll eləməliyik. Mənfi 1'ə vursaq hər tərəfini, a kvadrat çıxaq 11a plus 28 kiçikdir 0 olacaq. Bunda qruplarını ayırsan 4 ilə 7 olacaq da. A minus 7, A minus 4 kiçikdir 0. Demək, A bərabər 7, yenə də bərabər yazıram. Demək, həllimiz 4 və 7 aralığı olacaq. Bu aralığa daxil olan tam qiymətlərin cəmi isə 5 ilə 6-dır. Cəmi eləyər 11. Vəssalam, bura aid olan, yəni bu mövzuya aid olan tapşırıqların izahını bitirmiş olduq. Güman edirəm faydalı oldu. Siz də faydalı olun. Like düyməsini tıklayın. Sağ olun.